Mən Vüsal Kəlbəcəri bu günlərində yenə Gəncə şəhərində çox ağır şəraitdə yaşayan Əhməd Oğuz Sədaqət xanımımızın evini sizə təqdim etmək istəyirəm. Hansı kənd sakindir? Hansı kənd sakindir? Kəlbəcər şəhərinin özüdür və inşallah inanırıq adiyyəti olan orqanlara ki, inşallah Kəlbəcər şəhərində yeni tikilən evlərə növbəyə salınacaqdır. Və adiyyəti olan orqanlardan tələbi, yəni anamızın tələbi, xahişi odur ki, inşallah tezliklə ona hansısa evin verilməsi üçün əllərindən gələni etsinlər. Adiyyəti olan orqanlardan və Məcburi Köçkünlər Komitəsindən və Cənab Prezidentimizin nümayəndəliyindən xahişimiz, ricamız və tələbimiz odur ki, inşallah ailə inşallah çətin şəraitdən inşallah çıxarılsın və inşallah gözəl şəkildə yaşasınlar. Həmin göstərək görək. Bəli, inşallah inanırıq ki, çətin şəraitdən anamız qurtulacaqdır və inşallah gözəl şəkildə ev veriləcəkdir. İnanırıq, bir də inanırıq.